Bəli, mən dinləyən hər kəsə salamlayıram. Bu dəfə dərsdən danışmayacağıq. İstəyirəm sizə biraz təfəkkür dərəcələrindən danışım. Getdiyim çox maraqlı bir tədbir var idi. Onun xülasəsini sizə danışmağa çalışacağım. Biz vaxtımız biraz azsa evi 10 dəqiqədə qalacağız. Problem olmaz. Məncə bir şeydən başlayırıq, amma diqqətlə qulaq asın. Dərsin sonunda sizdən soruşacağam. Siz onlardan hansısınız? Təmsil bilirsiniz nədir əvvəlcə soruşun? Bəli. Təmsil odur ki, hər hansı bir heyvanın misalı ilə insanlara nəsə izah edirsiniz və əslində oradakı heyvan deyil. O bir insanın heyvan kimi göstərmiş formasıdır və biz heyvanın insana dərs verməyə çalışırıq. Başa düşdünüz təmsildən? Ayşə. Biz indi bir təmsildən istifadə edəcəyik. Təmsilimiz belədir. Bir sirk var. Bu sirkdir. Sirkin içində isə bir ayı var. İnşallah. Bu ayı sirkdən alınan o. Sirkdən başqa işlə görmür. Önündə ayı da görmür. Balaca vaxtdan götürüblər, bunu sirkdə saxlayıblar, böyüdüblər və uşaqlara əyləncə olsun deyə bunu sirkdə aktyor kimi istifadə edir. O velosiped sürür, rəqs edir və s. Bəs yaxşı, ayını necə əyləşdirirlər? Ona hərəkətlərini düz eləyəndə qənd verirlər. Səhv eləyəndə nə edirlər? Su vururlar. Döyürlər. Yəni kötək. Qənd bunun nə idi? Mükafatıdır. Kötək bunun nə idi? Cəzasıdır. Ayını belə-belə öyrədirlər, əhəlləşdirirlər və onu bir aktyora çevirirlər. Bir müddətdən sonra ayı düşünür. Mən nə qədər yaxşı velosiped sürsəm, o qədər nə edəcəm? Yaxşı qənd yeyəcəm və o qədər az kötək yeyəcəm. Və ayının əsas məqsədi buna çevrilir. Daha çox qənd yeyib, daha az kötək yeyib. Bir müddətdən sonra isə ayı başlayır özündən şikayətlənməyə. Görür ki, ətrafında ayı yoxdur, hamı insandır. İnsanlara baxır, yüzləri, quruluşları yaxşıdır. İnsanın ayının üzün quruluşu yaxşı deyil. Ayının dişləri belə qəribədir, sivridir, insanın dişi kimi deyil. Baxın, görür ki, insanlar velosiped sürənlər onu sürürlər, ayının uzun dırnaqları var, velosiped sürə bilmir. Gecə onun yanındakı insan aktyorlar rahat yatır, amma bu qalan kürkü var deyə sirkin içində isti olur ona, tərliyir. Ay bir müddətdən sonra düşməyə başlayır. Ay da mən necə pis ayıyam, mənim niyə dırnaqlarım uzundur, mənim niyə kürküm belə qalındır. Siz ay düz düşünür, düz düşünmür. Çünki əslində onun o danışdığımız şeylər pis deyildi. Sadəcə ayı özü düz yerdə deyil. Ayının yeri haradır? Meşəli gözlüdür. Deməli, ayı bir müddətdən sonra artıq böyüyür, kamilləşir və get-gedə ətrafını sorğulamağa başlayır. Fikirləşir. Bəlkə mənim dırnaqlarım başqa şey üçündür. Bəlkə mən başqa yerdə yaşamalıyım. Niyə ətrafdakı heç mənə bənzər? Artıq özünü pisləmir. Vəziyyəti sorğulur. Bundan sonra bir müddətdən sonra görür ki, ümumiyyətlə onu verilən qənd onu doydurur. Ayı qənd yeməli deyil, ayı ət yeməlidir, meyvə yeməlidir, bal yeməlidir. Qənd onu doydurmur. O qədər böyüyüb, o qədər güclənib ki, nə qədər döysələr də nə edir ona? Təsir eləmir. Ona görə ayı üçün mükafat da mənasızlaşır, cəza da mənasızlaşır. Ondan sonra ayı görür ki, burada qalmağa bir mahiyyət yoxdur və ümumiyyətlə ayı velosiped sürməkdən də daim etmək edir. Görmüsünüz, sirkdə ayı özündən çıxsın, ətrafı ucunsun, elə bir ayıya gəlib çevirir. Və bir müddətdən sonra görür ki, hapis davranırlar və bu sirkdən çıxmalıdır. Yaxşı, ayı sirkdən qaçsa, şəhərin mərkəzindəki Bakı sirkidir. Kənarda nə var? Şəhər var. Şəhərin içində nə var? İnsanlar. İnsanlar var, avtobuslar var, maşınlar var və bir ayı sirkdən qaçan kimi eləyəcəklər bütün polislər, onun arxasına tökəcəklər. Ya polislər onu öldürəcək, ya da onu uyuşturucu ilə vurub, hara qaytaracaqlar? Öz sirkinə qaytaracaqlar. Sirkdən onu elə döyəcəklər ki, bir də oradan eləməsin, qaçmasın. Yəni ayı mübarizə aparanda ayını elə neytrallaşdıracaqlar ki, ayı ya ümumiyyətlə sıradan çıxsın, ya da elə qayıtsın bura, bir də eləməsin ümumiyyətlə. Səsini çıxartmasın və öz işinə davam etsin. Bax, əslində bu bir insandır. Ayı bir insandır. İndi ikinci misal verəcəm. İnsanlı misal verəcəm. İşit. İşit bizdə nədir? Terror qruplaşması. İşitin rəhbəri, işitin içindəki olan hər kəsi idarə edir. Və o şəxslər bilirsiniz, hətta özlərini partlatmağa belə hazırdır ki, rəhbərin dediyini eləsinlər. Elə bilirlər ki, onlara zəminət gələcək. Kimlər öldürməklə. Belə aladadılar varmış. Və yaxud da düşünürlər ki, deyiləni eləməsələr onlar hara düşəcəklər? Cəhənnəmə düşəcəklər, ya da onları döyəcəklər, təzəlandıracaqlar. Neyse, bu adam getdi işin içindəydi, özünü partlatdı. Orada bir dənə sorğulayan insan var idi. O sorğulayan insan gördü ki, yox, nə vaxt mənim də başıma bu gələcək, mən buradan çıxmalıyım. O başladı mübarizə aparmağa, buradan çıxmalı. Və yaxşı, o buradan çıxmaq istəsə onu neynəyəcəklər şu an? Onu öldürəcək. Öldürəcək, işin onu öldürəcək. Və yox, elə qorxudacaq ki, bir də neynəməsin yəni. Ayı müzəsini çıxarsın. Ayı əslində bir təmsil idi. Və nə vaxt ki, buradakı bu işitdəki bu şəxs buradan qurtulacaq. Məsələn, Azərbaycanlı şəxslər eşitmiş olarsınız, işitdən işitin qruplaşmasında olar və qurtulurlar deyərlər Azərbaycana. Nə zaman ki o Azərbaycanlı şəxs işindən qurtulub Azərbaycana qovuşacaq, onda öz həqiqətini qovuşacaq. Necə ki
ayının şəhərin çətinliklərindən keçib. Əgər o ayı şəhərdə heç bir bəlaya rast gəlməsə və ya da bəlaya rast gəlsə və onlardan qurtula bilsə, gəlib hara çıxacaq? Meşəyə çatacaq və öz həqiqətinə çatacaq. Bu ayının mübarizəsidir. İndi uşaqlar, bir şəxsin əqli olaraq hansı mərhələlərdən keçməsi lazımdır ki, o gəlsin öz meşəsinə, yəni öz həqiqətinə çatsın. Buna deyirlər əqli təkamül mərhələləri. Bax, bu normal təkamül deyil, əsəf sanmayın. O təkamüldə var da neandertallar və s. Homo sapienslər. Onlardan danışmırıq. Biz danışdığımız o məşhur şəxs var, təkamül nəzəriyyəsini quran. Darwin təkamülü deyil. Bu əqli təkamül. Nietzsche'də danışır deyə. Kimdən danışır Nietzsche? Üst insandan danışır. Və yaxud da bizim çox məşhur bir ruhani insanımız Nəsimi kim axtarmağa çalışırdı? Kamil insan axtarmağa çalışırdı. O istəyirdi ki, insan kamillik mərhələsinə çatsın. İndi ona kamil insan deyirdi, Nietzsche üst insan deyirdi. Biz isə başqa cür bunları böləcəyik. Onları görməyik. Ən aşağı əqli təfəkkür dərəcəsində uşaqlar deyirlər heyvani insan. Birinci bu gəlir. Heyvani. İkinci əqli təfəkkür dərəcəsi belə adlanır. Küt insan. Üçüncü əqli təfəkkür dərəcəsi belə adlanır. İcma insan. Dördüncü əqli təfəkkür dərəcəsi adlanır mədəni insan. Biz dərsin sonunda biləcəyik ki, biz bunlardan danışırıq. Mədəni insan. Beşinci şəxsiyyət. Sən o bir tərəfdən yazı ki, qarışmasın. Şəxsiyyət. Şəxsiyyətdən sonra gəlir siyasi insan. Siyasidən sonra isə ən yuxarı təfəkkür dərəcəsi olan ruhani insan. Artıq ruhani insan o kamilliyə çatmış və yaxud da Nietzsche'nin dediyi üst insana çatmış insan. Yaxşı, gəlin bunların fərqlərini bir izah edək. Və görək biz bunları hansıyıq. Heyvani insan o insanlara deyirlər ki, bu insanlar nəfsləri nə edirsə onu edirlər. Nəfsləri heç cür hakim ola bilmirlər. Məsələn, heyvani insan kebab yemək istəyirsə, o kebabı yeyəcək. Ya puldan alıb yeyəcək, pul yoxdursa borc alıb yeyəcək, borc ala bilmirsə də gedəcək bir qonşusunu alıb qoyununu oğrayacaq, onu kebab yeyəcək. Və yaxud da cinsi üzərində bir istək var. O istəyi ailələr isə o deyəcək, ailələr deyilsə gedəcək cəmaatın qızına nə edəcək, təcavüz edəcək. Yəni ki, uşaqlar, cəmiyyətdə cinayət törədənlərin, təcavüz edənlərin böyük əksəriyyəti eləməsi necə insanlar? Həmin bu heyvani insanlar. Siz danışmışam. İkinci gəlir, küt insan. Küt insan artıq heyvani insan kimi deyil. Heyvani insan əvvəlini axırını düşünmür, heç nəyi düşünmür, onun üçün heç nəyin marağı yoxdur. O bilir ki, ümumiyyətlə bilmir, o qədər savadsızdır ki, o qədər məntiqsizdir ki. Mən bir işi görsəm, başıma nə gələr, nə gəlməz, mən tutularam mı, məndən olar, heç bunları fikirləşmir. Küt insan da heyvani insan kimi. O da heyvani insan elədiklərini eləmək istəyir. Amma eləmir, siz niyə? Çünki qorxur. O qorxur ki, mən cəmaatın qızına nəsə eləsəm, mən onun valideynləri, qonşuları, qohumları döyərlər və yaxud da öldürərlər. Və yaxud da dövlət məni eləyər, tutar. Və yaxud da oğurluq eləsəm, dövlət məni tutar. Ona görə o oğurluq eləmir. Və yaxud da sizin adi bir nümunə verəcəm, bizim elədiyimizsə. Biz kəməri taxırıq. Niyə? Qayı tutmasın deyə. Əslində kəmər nə üçün? Gəzə olanda ölməyək. Başa düşdünüz? Bax, küt insan təfəkkürüdür. Kəməri qayıya görə taxmaq. Başa düşdünüz? İndi icma insan nədir? İcma insanı küt insandan biraz yuxarıdır. İcma insanın öz icması var, öz qruplaşması var. Və həmin qruplaşmanın içində hansı qaydalar var? Ona tabi edir. Məsələn, İŞİD bir icmadır. İŞİDin başçısı nə qayda qoyubsa, içəridəkilər hamısını nə etməlidir ona? Riayət etməlidir. O da bu qaydalardan kənara çıxa bilər. Özləri fikirləşə bilər? Yox. Rəhbər nə deyir odur? Sorğulamaq olmaz. Və yaxud da komandir və əsgərlər. Əsgərlər komandir nə deyirsə onu eləməlidir. Başqa şey eləyə bilər? Yox. Əmri sorğulaya bilər? Yox. Məsələn, başa düşdünüz məsələni? Buna və yaxud da mafiya başçısı var. O da bir icmadır. İcmanın qaydaları var. İcmanı idarə eləmək üçün kimi idarə eləsən bəsdir. Onu neynəyən adamlar? Başda duran adamlar. Başçını idarə etmək bəsdir. Məsələn, İranı idarə eləmək istəyirsənsə, Xameyni idarə elə. Birbaşa İranı idarə eləmiş olacaqsa, Xameyniyə tabi Azərbaycanda olan, İraqda olan və yaxud da başqa müsəlman dövlətlərdə olan həmin o qondarma şəxsləri idarə etmiş olacaqsın. Sonra Xameyni deyəcək ki, 3 aylıq bir körpüyə qarşı müəyyən nələrsə eləmək olar. Araşsız görərsiniz ki, nələr deyilmiş kitabında. Yabıçı vəziyyətli bir şeydir. Və bu icma insanı isə onu sorğulamayacaq. Deyəcək, o deyirsin, düzdür. O icma təfəkkürü. Mədəni insan, uşaqlar, mədəni insan necə insan? Mədəni insan o insana deyirlər ki, bu insanlar ən yuxarı brenddə olan şeylər nədir? Onları istifadə etməyə çalışırlar. Məsələn, telefon alacaq. Ən varlı adamlar hansı telefon işləyir? Ən brend. iPhone 17. Adamlar iPhone 16'dır.
17 çıxsa iPhone 6 tullayacaq gedəcəyiz. Bəlkə də 5 ay da var. Deyəcək 17 çıxsa bu iş nədir? Mənə lazım deyil. Təfəkkür çünki çatmır ki. Mənə telefon lazımdır, mənə yeni marka lazım deyil. O təfəkkürə çatmır. Və yaxud da eynək alacaq, gedəcək Ray-Ban alacaq. 200-300 manatlıq eynək alacaq. Adi eynək alacaq necə gözür. Və yaxud da ayaqqabı alacaqsa gedəcək Nike alacaq, Adidas alacaq. Adi ayaqqabı geyinmək olmaz. O tutanar. Oliqarxlar kimi yaşamalı. Buna deyilən mədəni insan. Mədəni insanlar ən yaxşı filmlərə baxırlar. Oscarlıq filmlər bilirlər hansılar. Ən yaxşı aktyorları tanıyırlar. Amma onların o yeni doğan aktyorlardan xəbəri var? Yox. Belə insanları idarə etmək asandır. Steve Jobs çıxacaq, iPhone tərifləyəcək. Bunlar qaça-qaça gedib alacaqlar. Nike yeni material çıxacaq, qaça-qaça gedib alacaqlar. Ray-Ban'ın yeni eynəyi çıxacaq, o ağlı eynəklər var ya, da Ray-Ban'ın yeni meta eynəkləri var, ağlı eynəklər. Qaça-qaça gedib alacaqlar, yoxsa baxır. Almalı, bu mədəni insandır, başa düşdünüz? Şəxsiyyət belə deyil. Sən şəxsiyyət idarə edə bilməzsən, şəxsiyyət alada bilməzsən. Şəxsiyyət o Nike ayaqqabısını almayacaq. O baxacaq cibinə, puluna, ona yaraşana, dözümlüyünə. Ayaqqabı alanda fabrikaya baxmayacaq, belə qatlayacaq. Fikirləşəcək, bu ayaqqabı mən insan gedəcək. Mən uyğundurmu, deyilmi? Ayağım olacaq, olmayacaq. Gəlin ayağıma geyinə biləcəmmi, geyinəməyəcəmmi? Uzun yol gedəcəm buna, yüngüldürmü, ağırdır. Başqa şeylər fikirləşir şəxsiyyət. Və yaxud da şəxsiyyət telefon almağa gələndə, telefon dükanına gedəcək, əlinə alacaq məsələn iPhone və Samsung falan telefonu. Baxacaq ki, iPhone-un RAM-ı 8-li Samsung-un olmaqdadır. iPhone-un yaddaşı azlı Samsung-un çoxdur. Üstəlik ki, Samsung ucuzlu iPhone var. Heç açıb iPhone olmayacaq. Nə olsun iPhone markadır? Bu deyəcək, mənə lazım olan budur, bunu alacaq. Və yaxud da şəxsiyyət ki, baba iPhone alacaq ki, o fikirləşəcək. Mən blogerəm. Mənə yaxşı şəkillər çəkmək lazımdır. Mənə donmayan telefon lazımdır. Hə, onda mən iPhone ola bilərəm. iPhone-un lazımdır deyə alacaq. Amma 17 çandıq almaq üçün qatacaq mı? Yox, deyəcək ki, o üstü öyle işlədirəm. Nə vaxtda da görəcəm mənə kifayət edir, onda yenisini alır. Başa düşdü şəxsiyyətə. Sonra siyasi insan gələcək. Siyasi insan artıq bunların hamısının üst təfəkkürdədir. Siyasi insan, o iPhone telefonu var ha, o telefonu istehsal edib onu satan şəxsdir. Və yaxud da ölkələri idarə edən şəxsdir. Siyasi insanlar iki cür ola bilər. Öz biliyindən müsbət tərəfə istifadə edib insanları idarə edənlər, yəni onları yuxarı qaldırmaq istəyənlər, bir də onları indirmək istəyənlər. Məsələn, Atatürk və yaxud da Rəsulzadə. Bu şəxslər siyasi insanlar idi. Amma onlar özündən aşağı səviyyələri idarə edirdi ki, bəyəm onlara pislik eləsinlər. Yox, onları hara qaldırsınlar ən azı? Şəxsiyyəti qaldırsınlar və yaxud da onlardan ictimai xadimlər və yaxud da dövlət adamları yetişdirsinlər. Buna çalışırlar. Amma elə siyasi insanlar var ki, onlar sadəcə aşağı təbəqələri eləməyə çalışır. İdarə eləməyəm, onlardan yararlanmağa çalışır. Kim kimi? İşçilər rəhbəri kimi, mafiya başçıları kimi. Başa düşdünüz məsələn? Bu da belə siyasi insanlar. Siyasi insanlar müsbət və mənfi ola bilər. Ruhani insansa belə insan deyil. Atatürk mənfi deyəsən. Niyə mənfi olsun ki? Kimə gəlmər? Eşitmişdim. Neyse, o söhbətləri qoyaq, onun bizim vaxtımız yoxdur təsvir eləməyə. Bir gün insanlar səndən danışarıq. Ruhani insan bəs kimdir? Ruhani insan elə insandır ki, ruhani insan üçün pis niyyət ola bilməz. O hər şeydən qurtulur. Məsələn, o su içəcək, düzdür. Bir əlində sudur, bir əlində koladır. Onun üçün su ilə kolanın fərqi yoxdur. Onun üçün əhəmiyyətli olan nəyin getməsidir? Susuzluğun getməsidir. O su, kola fikirləşmir. Və yaxud da yemək yiyəcək. Stolda yemək də var, aş da var, kebab da var, su da var. Onun üçün bunların heç bir fərqi yoxdur. Önə olan nədir? Az qalmasın sadəcə. Bunun düşündüyü başqa şeylərdir. Bu düşünür ki, görürsən mən insanları necə xilas edə bilərəm? Və yaxud da otaqdan mən yemək satacaqmı? Bizim otaqda. Və yaxud da görürsən Fələstində insanlar acdılar, toxdular. Və yaxud da mən dünyaya niyə gəlmişəm? İnsanlar niyə yaradılır? Başqa şeylər fikirləşirlər. Və onlar ən yuxarı təfəkkür dərəcəsində yaşayırlar. İndi gəlin bir dənə nümunə verək. Onların haqqında bir bunlarda danışaq. Məsələn, iPhone-la söhbətindən başlayaq. Ümumi insan iPhone istəyir. Ya alacaq, bir kredit götürəcək, ya da gedəcək iPhone-u olmayacaq. Çünki insan ya alacaq, ya kredit götürəcək. Amma kredit götürəndə fikirləşməyəcəm, kredit ödəyə biləcəm, bunu ödəyə bilməyəcəm. Amma olamayacaq. Niyə? Qorxur axı, onu tutarlar. İcma insanı biraz ailəsini fikirləşəcək. Öz icması, ailəsi onun icmasıdır. Ailəsini fikirləşəcək, düşünəcək ki, mən indi bu iPhone-u alsam, mənim ailəm az qalar falan filan. Ona görə iPhone almayacaq. Və yaxud da icma insanı iPhone-u alacaq, sən nəyə görə? Onun icması var. Məsələn, belə düşünün. Müəllimlərin icması. Mən bir otağına girirsin, onda iPhone var. O da bir icmadır. Mənim axı, həmin icmadadır. Bunda da iPhone olmalıdır. Hamda var. Ona görə iPhone alır. Və yaxud hamı bir dənə qələm alır. Bu da həmin qələmdən alır.
Sinifdə bir dənə uşaqda əla işarətli olan, belə uzanan bir şey var ya, üzərində əla işarətli var. Kimi? Aysa, tam ondan almalıdır. İcmadadılar. Başa İcma təfəkkürü budur. Ondan yuxarı qalxa bilməyir. Mədəni insan nəsə alanda nə edəcək? Düşünəcək. Ən brendini alacaq. Qələm alınır, ən bahalısı hansıdır, ən brendi, onu gəlib alacaq. Telefonun ən brendini alacaq. Budur. Şəxsiyyət isə özünə lazım olacaq. O brend onun üçün maraqlı deyil. Siyasi nə edəcək hər şeyi? Satacaq. Gəlin bir dənə müəllim nümunəsi verim sizə şu an. Bir müəllim əsasən heyvani təfəkkürdən qoyaq qırağa, onlar zaten bir müəllim ola bilməz. Normal müəllimlərdən danışaq. Məsələn, bir müəllim gedib öz tövbə estağfurullah, tələbəsinə qarşı cinsi zorakılıq edirsə, o zaten müəllim saymaq olar adam. Saymaq olmaz. O heyvani dərəcədə olan bir müəllim. Biz onlardan danışmayacaq. Biz biraz bu yuxarı təfəkkürlərdən, 3-dən aşağıya da olmalıyıq. Məsələn, icma müəllimi. İcma müəllimi siz nə edir? İcma müəllimin öz ailəsi var, öz qohumları var. Sinifə girib icma müəllimi. Sinifdə məsələn bu tutaq ki, onun iş yoldaşının oxudur. Bu xalası oldu, bu birisi oldu. Bu dəfə onun üçün ən dəyərlidir. Ən çox onlarla məşğul olacaq. Onlara yüksək qiymətlər yazacaq. O bu uşaqlar onun icmasından deyil axı. Onun vecinə olmayacaq. Və yaxud icma insanı biraz belə izah edə bilər. O başqa küçənin qızını sataşacaq. Çünki onun küçəsindən deyil axı. Və yaxud onun qohumu deyil. Amma heç o öz qohumuna və yaxud öz küçəsində yaşayan qızını sataşmayacaq. Çünki onun nə idi? Öz icmasından. Başa düşürsünüz? O ancaq düşünür ki, pisliyi eləmək olmaz kimə? Öz yaxınlarına, o birilərini eləmək olar, o biriləri vecinə deyil. Mədəni insan belə pisliklər eləməyəcək. Məsələn, mədəni müəllimsi nə edəcək? Mədəni müəllim gedəcək, ən prestijli məktəb hansıdır? Ən yüksək iqbalı olan, şəhərin mərkəzindən Əlmarovdakı məktəb. Ora girməyə çalışacaq. Onun üçün maraqlı olmayacaq. Orada görsə mən 2 saat yol mu gedəcəm, 3 saat yol mu gedəcəm? Buradakı maaş bəyəm oradan yuxarıdır və yaxud aşağıdır? Görsə məndə eyni maaş alır. Eyni maaş alırlar. Adam prestij üçün ora getməyə çalışacaq. O mədəni müəllim deyil. Şəxsiyyət isə belə eləməyəcək. Şəxsiyyət fikirləşəcək. Deyəcək ki, mən bir cəhdə yaşayıram. Nəriman oğlum, mən getsəm 2 saat yol getmək, 2 saat yol qalxmaq. Yəni, mən burada işləyərəm öz məktəbimizdə, həmin pul alaram. Başa düşdünüz? Bu şəxsiyyətdir. Və yaxud da şəxsiyyət, atıram, bir nümunə verəcəm sizə. Mən Nəriman oğlumdan işin cədən skuterlə gedirəm. Kirəyə skuter götürüb elə gedirəm. Avtobus qədərdə pul ödəyirəm. Mədəni insan heç vaxt skuterlə getməyəcək. Deyəcək, ay da, mən müəlliməm. Mənə gəlirlər. Mən mədəni insanam. Mən skuterla geçsəm deyər, ay da buna bax. Başa düşdünüz? Skuterla gedir. Ay da bu nədir? Şəxsiyyətdə isə vezin olacaq, kimsəniz dinləyin. Vezin olmayacaq. Oturacaq skuterla, o mədəni insanın 1 saat avtobusla getdiyi yolları və yaxud da maşının öz maşınına. O 5 dəqiqə gedəcək, maşınların arasında keçir rahatca. Sadəcə öz məkanına. Başa düşdünüz şəxsiyyətin bəlkə. Şəxsiyyət üçün ətraf, o bu nə deyər falan, bunlar əhəmiyyətli deyil. Siyasi müəllim siz nə edəcək uşaqlar? Siyasi müəllim gələcək. Bütün sinifi idarə edəcək. Sinifi ilə idarə edəcək. Elə gözəl dərk keçəcək. Onun bir səbəbi var, yaxşı dərk keçmək. Niyə? Ona görə yaxşı dərk keçəcək. Onun yanına neynəsinlər? Hazıra gəlsinlər. Ona görə yaxşı dərk keçəcək. Amma ruhani səviyyə çatmış müəllim. Ona görə yaxşı dərk keçəcək. Şarjdan maidə eləsin. O da tutaq ki, hazır keçir. Amma lazım onun hazırda necə keçəcək? Pulsuz keçəcək. İmkanı olmayan uşaqlar. Bir dənə nümunə verəcəm sizə. Siyasi müəllimin kitab yazır. 2 cür siyasi müəllim ola bilər. Biri yazıb ki, sırf bundan pul qazansın. İkinci siyasi müəllim isə yazıb ki, bunu yazıb əziyyət çəkib də qardaş. Neçə il üstəndə bunu 1 ay işləyib, 5 ay işləyib, əziyyət çəkibdir. Bunu çap elətdirmək üçün bir 400-600 manat pulu deyibdir ki, nəşriyyatda çap elətdirsin. Bu da xəstəyib də. Ən azından bunu eləməlidir öz. Xəstələrini çıxartmalıdır. Deyir ki, xəstələrimi çıxardım, 3-4 ayda bunu əziyyət çəkib. Heç olmasa 1 aylıq maaşımı mənə oradan qalsın. Müəyyən bir məbləğdə bunu satdır. Bu müəllimin məqsədi nə etməkdir əslində? Səni maarifləndirməkdir. Sadəcə öz xəstəni qarşılamaq üçün sənə bunu satdır. Yəni bu siyasi müəllimdirmi? Bəli, çünki maddi gəliri var. Amma ruhani müəllimisi nə edəcək? 400 manatı cibindən qoyacaq, gecə bu kitabı çap elətdirəcək, sonra gətirəcək bir paylayacaq. İlin axırı olaraq yığacaq, sonra başqa bir şey olaraq paylayacaq. Yığacaq, başqa bir şey olaraq. Sintez işləm. Hər işləm. Mən nümunə olaraq dedim. Başa düşdünüz? İndi nümunə deyəm 1000 dənədən. Və yaxud da gedəcək bir kitab mağazasına 200 dənə kitab alacaq. Sonra kitab dükanına deyəcək ki, bunlar neyinə gələnlər? Aynen. Mesela bu ruhani insan var. Başa düşdünüz bu adları. Sadəcə 47. İndi gəlin bir dənə nümunə verəcəksiniz. İnşallah bir dənə hadisə danışacağım. Həmin hadisənin bütün təfəkkür dərəcələri görəcəksiniz ki, özünə yoğun başa düşür. Öz təfəkkürünə qədər, öz anlama qabiliyyətinə qədər başa düşür. Video davam edir deyə bir şey. Təsəvvür edin ki, təsvir rekord düyməsi başlayır, mən biz təsvir olmayayım. Nəysə, inşallah, bir dənə nümunə danışacağım.
Baş verən hadisə budur. Oturmusunuz, gün ortadır. Bir dənə yerdən tüstü gəlir, bir dənə də gözəl çalaq qoxusu gəlir. İndi heyvan insan bizi nə deyəcək? Deyəcək, ay nə gözəl çalaq qoxusu gəlir. Olsa yer. Biz bayra çıxmayacaq, görməyəcək. Tüstü hardan gəlir? Çalaq isə hardan gəlir? Çünki insan çıxacaq bir bayra baxacaq, ay görüm bu tüstülərdən gəlir belə də. Sonra bir dənə qonşu onu çağıracaq. Yaman yer də yadından çıxacaq. Cavab da yadından çıxacaq. Elə bir son. Bir dənə ikinci nümunə verəcəm ki, tam başa düşəsiniz. Məsələn, belə düşünün. Bir dənə cips reklamı göstərirlər. Heyvan insan gecə cipsini alacaq. Onu heç nə yolundan döndürə bilməz. Yolda adam kəsirlər, burada adam döyürlər. Onun yanından keçəcək. Burada kimsə uşağı zorakılıq edir. O da bezirlik. Hamısının yanından keçəcək, gecə cipsini alacaq. Nasıl cipsini yiyəcək? Çünki insan elə olmayacaq. Çünki insan cips almağa getmişdir, düzdür? Yolda görəcək ki, bir dənə maşın avar idi. Oturacaq bir saat maşına baxacaq. Kim gəldi, kim getdi. Cipsi də yadından çıxacaq. Evə qayıtmaq da yadından çıxacaq. Bazar saat 12-dir. Sonra gəlib oturacaq. Başa düşdünüz? İcma insanı baxacaq. Avar eləyən mənim qohumun tanışımdır. Onu da kömək edəcək. Gördü ki, tanımadı ona. Əşi, mənə var, mənim icmamdan deyil. Başa düşdünüz? Mədəni insan ona görə kömək edəcək ki, görəcək ən şey adamlar kömək eləməyə gedirlər. Necə deyir? Prestiji. Prestiji. Bu deyəcək, mən də kömək edəcək. Belə düşünün. O falan şeylər olur, Instagramda şey kampaniyaları, yardım kampaniyaları. Bəli. Görəcək ki, mədəni insan belə hamı bütün var adamlar paylaşır, o da paylaşır. O da pul göndərəcək. Başa amma onu göndərməyəcək. Nəysə, indi öz təbəşəyimizə qayıdırıq. Cavab sözünə qayıdırıq. Çünki insan gördü, kömək falan eləmədi. Fikri yaydı, necə bayaq cips almağa getmişdi, qavaraya gördü, yaddan çıxdı. Bu da ilə, bayrat baxmağa getmişdi, sonra kimsə gəldi, çağırdı, yaddan çıxdı, ümumiyyətlə oradan olmuşdu. İcma insanı gedəcək, bizim qonşumuzun evi yanır, nə eləməliyəm? Kömək eləməliyəm. Qaça-qaça gedir kömək eləməliyəm. Amma başqa kənd yansaydı, kömək eləməyəcək, onun icmasından deyil. Mədəni insan bizi nə eləyəcəkdir? Mədəni insan artıq biraz yuxarı leveldadır. O öz kəndinə də kömək eləyəcəkdir. Başqa kənd yansa da kömək eləyəcək. Onun üçün öz icması yox, ümumiyyətlə cəmiyyət önəmlidir. Amma biz nə vaxt kömək eləyəcəkdir? Kimlər köməyə gedirsə? Prestijli adamlar köməyə gedirsə. Onda deyəcək, mən onlardan geri qalmıram. Mən də gedirəm. Bu mədəni insandır. Şəxsiyyət üçün isə cəmaət nə deyər? Bu mədəni insan deyəcəkdir. Mənə nə deyərlər? Şəxsiyyət üçün kimin nə deyəcəyini heç kim müayinə deyil. Ürəyindən getmək gəlirsə, fikirləşəcək şəxsiyyət, mənə faydası var, nə ziyanı var, özü fikirləşəcək. Öz duyğuları olacaq. Və deyəcək ki, məsələn, orada evləyən adam mənim üçün yaxşı adamdır. Ümumiyyətlə, yaxşı adamdır, deməli, onun kömək eləmək olur. Və yaxud da pis adamdır, şəxsiyyət deyəcək ki, ümumiyyətlə, mən onu kömək eləməsəm yaxşı, deyə bunun evi yansıya yapmışdır. Başa düşdünüz? Öz yəni fikri nəyi var şəxsiyyət? Öz düşüncə tərzi var. Kimsə nəsə deyər, deməz, onu gəlir ki, deyəm, yaxşı adamsa gedəcək, kömək edəcək, şəxsiyyətin özü. Şəxsiyyət yəni yaxşı adam olar, pis adam olar. Bunlar yaxşı pis demək deyil ha. Bunlar nədir? Təvəkkül dərəcələrdir. Bunlar yaxşı və pisin fövqündədir, başqa yerdədir. Yaxşı pis başqa şeydir. Mədəni insan da yaxşı insan ola bilər, icma insan da yaxşı insan ola bilər, şəxsiyyət də yaxşı insan ola bilər. Nəysə, şəxsiyyət bizə ilk dəfə şəxsiyyət bir şey eləyəcək, heç kim eləmədi. Şəxsiyyət lap kömək eləməyəcək. İlk dəfə şəxsiyyət fikirləşəcək ki, görürsən bu yanğı necə çıxar? Kim yandır? Yanan haradır? Əvvəlkilər ya köməyə getmişdilər, ya boylanmışdılar, ya da baxmışdılar. Amma heç bir fikirləşməmişdi ki, yanğını kim çıxardı? Ora niyə yanır? Bunlar heç bir fikirləşməmişdi. Və şəxsiyyət dedi ki, ay da, bayaq o 2 dənə atlı gəlirdi o tərəfdən. Yad adam var idi. Bəlkə də bu yanğını bunlar çıxardı. Bunda təfəkkür bura qədər çıxacaq. Şəxsiyyət buradan öyle gələ bilməyəcək. Sonra gələcək siyasi insan. Siyasi insan həmin o kəndin rəhbəridir. Rəhbər gələcək deyəcək, ay cəmaət, bir dənə bizim kənd yanmır, bax o tərəfdə üstü gəlir, o bir kənddə üstü gəlir. Deməli, Azərbaycan nə edirlər? Hər hansı bir şəxs Azərbaycanı yandıra gəlir, Azərbaycanı işğal edir. Bu Monqollar da ola bilər, başqa bir şəxs də ola bilər. Ən axırda siyasi insandan sonra gələcək ruhani insan. Ruhani insan belə deyəcək. Deyəcək ki, ay qonşu, mən sənə bundan 5 il əvvəl dedim ki, get o domuzları sat. Sizcə bu domuzları sat sözü nə deyib? Əslində baş verən hadisə bilirsiniz nədir? Günah. Yox. Baş verən hadisə budur ki, orta əsrlərdə ərəblər gəlib aranı işğal edirlər, Azərbaycanı işğal edirlər. Və yalan əslində bilirsiniz nədir? Bir dənə şəxs var, onun donuz ferması var. Donuz fermasını ərəblər gəlib yandırıblar. Çünki onlarda donuz əti nədir? Aramdır. Və o ruhani insan bilirsiniz nə demişdi? Demişdi ki, ruhani insan, Ərəbistanda İslam adlı bir dövlət yaranır. İslam dini əlbəttə gözəldir. İslam dininin ətrafında o ərəblər birləşəcəklər və onların dinində donuz əti haramdır. Onlar gəlib sizin donuzlarınızı yandıracaqlar. Ümumiyyətlə ərəblər donuzları yandırmaqla düz edir. Xeyr. Yox, düz eləmir. Canlıdan. Çünki canlıdan dürürlər. Onun eləmək ixtiyarları yox idi. Çünki onlar tam düşünmürlər. O birbaşa Məhəmməd Peyğəmbər öz ətrafı deyil o. Məhəmməd Peyğəmbərdən sonra gələnlərdir. Onlar tam başa düşmürlər söhbəti. Onlar mahiyyətdən qaçıblar.
Yəni o ruhaniyyətdən uzaqlaşıblar, artıq başqa yerlərə, siyasi insana və yaxud aşağı təfəkkürlərə düşürlər. Məhəmməd Peyğəmbər elə bir şey deyərdi, yandırmazlar da. Və yaxud da onun yaxın səhabələri, Həzrətləri olsun, Ömər olsun, onlar heç vaxt onu yandırmazlar. İndi bunlar bəzi aşağı təfəkkürə düşürlər deyə, ondan sonra gələnlər. İndi onlar bilsin nə deyirlər, sələflər deyirlər falan filan. Nəysə, sonra sələflərdən falan getmir. Sələf başqa şeydir. Sələf bilsin nə deməkdir? Sələf, sanki Məhəmməd Peyğəmbər sonra səhabələr, səhabələrdən sonra sələflər, sonra xələflər, başa nəysə, xülasə. Şuralar. Yəni ki, ən yuxarı təfəkkür dərəcəsi nə oldu? Ruhani dərəcə oldu. İndi bir dənə nümunə verəcəm, özünüz deyəcəksiniz. Belə düşünün, getmişsiniz bir dənə qonaqlığa, ad günü. Və orada tort var. Heyvan insan nə edəcək? Üzəyə ürəyi tort yemək istəyir. Amma tort hələ kəsməyiblər. Kəsməyəcək. Gedib götürəcək tort yiyəcək, heç baxmayacaq. Nə deyərlər, nə deməzlər. Çünki insan tort yemək istəyir. Yiyəcək? Yox, niyə? Qorxuraq ona döyərlər. Döyülməkdən qorxur, kimsə nəsilməkdən qorxmur. Deyir, bir də mən döyərlər, qışqırarlar üstünə. Mədəni insan, icma insan nə edəcək? Öz ailəsinə verir. Öz ailəsinə. İcma insanı, ay sağ ol, kəsilməyən gözsüz, icmasına bir yerdə yiyəcək. Çalışırlar ki, öz yaxınlarına necə paylar bölsün. Böyük paylar versin. Uzaqlara ya pay bölməsin, ya da balaca paylar versin. Mədəni insan tort almadan tort alacaq. Ən pahalı. Ən pahalı Azan falan tortu var, öyle tələbələr sağ olsun, mən almışlar. Azanın tortunu almağa çalışır. Yəni daha pahalı tortlar almağa çalışır. Şəxsiyyət siz nə edəcək? Sizə nə edir şəxsiyyət bu vəziyyətdə? Məncə yemək. Şəxsiyyət üçün tort nədə çox marağı yox. Ürək istəyirsə yeyəcək, bir dənə qırağından qopardacaq. Tort gec verdilər, tez verdilər. Ya da tortun kalorisini ölçəcək. Şəxsiyyət üçün belə çox maraqlı deyil. Fikirləşdir və yaxud bu sort mən xeyirdirmi, ziyandır, mən kökələrəm, kökəlmərəm. Özü fikirləşəcək də şəxsiyyət. Siyasi insan bizə nə edəcək? Deyəcək, ona görə tortdur. Sənə də alırım. Bunu verək, əsəb ondan alım, hər bizə bir dənə gəlir. Və yaxud da siyasi insan bir də belədir, o torta özü bir şey baxır. Bir də şöyle, mədəni insanın şəxsiyyəti bir nəfərli olacaq. Mədəni insan gedəcək, ən pahalı tort alacaq. Şəxsiyyət tortu nə edəcək? Özü pişirəcək. Bu yaxşı keyfiyyətli pişirəcək. Deyəcək, qoy hər şey təbii olsun, hər şey gözəl olsun, faydalı olsun da mənə. Mədəni insan kimi deyək, ən pahalıya qaçmayacaq. Siyasi insan dediyim kimi tortu pişirəcək, tutaq gözü. Deyəcək, atmışsınız, tort pişirmişəm. Gecə də pişirib. Bu falan qədər pul gətirin də mənə. Sınav günlərinizdə pişirib gətirəm. Bunlar insan bizə nə edəcək şahlar? Pulsuz paylayacaq. Pulsuz paylayacaq və yaxud da belə düşünün. Hamıya pay böləcək, özü ən axırda yiyəcək. Bəlkə də ona heç qiymətli yemək çatmayacaq. Bunlar insan sizi kim xatırlar? Analar. Analar xatırlar. Sizin analarımız bu insan sevgisi gəlib çatırlar. Çünki onların bir qayəsi var, öz övladları. Amma onlar həm bir icma insanlardır. Bizim ya. Öz yaxınlarını. Ancaq öz yaxınlarını Yaxşı, şimdi sual. Siz bunlardan hansısınız? Sən, əziz, hansısan? Şəxsiyyətsən. Şamral. Sən, Hüseyin. Şəxsiyyətsən, Musab. Şəxsiyyətsən. Mən dürüst deyim şəxsiyyət. Şəxsiyyətsən. Küt icma şəxsiyyət. Mən siyasi ilə ruhani. Sən Aytən. Şəxsiyyətsən. Xəyal, sən hansındansan? Ən yüksək. Əli, sən hansındansan? Nə dedi o? Bilmirəm ki. Bilmirəm ki. Yaxşı. Hacı bəy, sən? Elə cavab Mədəni insansın, hətta. Və şəxsiyyətə çatmamısan. Niyə? Xəyal, sən? Xəyal. Xəyal dedi. Dedi Xəyal. Murad, sən? Şəxsiyyət olanlar aldım. Heyvani. Yaxşı. İndi məsələsi nə? Biz bunların biri deyilik. Biz bunların Çox iyi. hamısıyıq. Amma bəzən birinə, amma gəlib birinə qədər çata bilərik, əlbəttə ki. Amma birinə qədər, məsələn, biz siyasi qədər çatmışıq, əslində bunların bəzi hallarda hamısıyıq, amma biraz çox, biraz az. Məsələn, belə düşünün. Getmiş bankomatın qabağından növbə gözləyirsiniz, pul çıxartmaq istəyirsiniz. Heyvan insan kimi davranıb növbəni pozarsınız. Geciksək poza Amma həm də elə bir situasiya yaranır. Məqamlara bax. Məsələn, Qazidə yaşayırsınız, Fələstində yaşayırsınız. Bütün yeməyinizi bombalayıblar, ərzaqlarınızı bombalayıblar, heç nəyiniz yoxdur. Və sizə 2 qazan yemək göndəriblər, kömək kimi. O 2 qazan yeməkdə sizə çatan deyil. Növbədə durmuşsunuz, sən bilirsən ki, mən sıradan uzayam, mənə növbə çatana qədər yemək qalmayacaq, ailəm də qalacaq. Növbən pozarsan? Pozar. Pozarsan. Gördün necə insan oldun? Heyvani. Heyvani insan oldun. Amma məcbur qaldın, da olmur. Arada o fərq var da, başa düşdünüz? Biri çox məcbur qaldığı üçün heyvan insandır, birisi əvvəldən heyvan. Çünki insan
nümunə verərəm. İcma insanı gəlmir. Siz də sizin icma insanı. Hamınız özü şəxsiyyətlidir. Yəni dediniz biz icma insanı deyilik. Gəl bir nümunə verin. Qardaşınız və ya oğlunuz gedir maşınla kimisi öldürür. Siz o qardaşınızın tutulmaması üçün çalışarsınız, pul falan yığarsınız, yığmazsınız. Qardaşım və oğlunuz olsun. Oğlunuz olsun. Yığarsınız, yığmazsınız. Yığarsınız. Gördünüz nəyi sevirdiniz? İcmanlı insanı sevirdiniz. Amma öyle insan çox adam vezin olmayacaq. O ailəsi yaşayacaq, onu yaşayacaq. Ən azından atası anası məcbur olacaq o ailəsinə baxsın onu. Amma uzaq qohumlar sadəcə o qohumunu fikirləşəcək. Mədəni Öz qohumunu fikirləşəcəklər, bizə öyle. Öz qohumunu fikirləşəcəklər. Onun üçün o ölən adam çox maraqlı olmayacaq. Mədəni insan çoxunuz mədəni insanı sevilirsiniz. iPhone çıxıb bir iPhone almışsınız. Almırsınız. Mən 400 manat telefon işlədim. Yaxşı. Sən 400 manatlı telefon işlədirsən çünki pul yoxdur, yoxsa çünki pul var amma almaq istəmirsən. Mənim ehtiyaclarımı qarşılayır. Artıq deməli sən şəxsiyyətə çatmırsan. Bir insan iPhone almırsa ki pulun yoxdur, deməli o tam şəxsiyyətli demək olmaz. Sən o vaxt şəxsiyyət olursan ki, sən iPhone almaq pulun var, sizin 5 dənə var. pulun varsa niyə almayasan? Amma başa düşürsən ki, ona qədər pul vermək lazım deyil. Ehtiyac yox. Ehtiyac yox. Yeni çıxacaq onu. Yoxdur. Pul Mən var. məsəl üçün deyim nə üçün olmalı. Hə. Ailəmi düşünürəm də. İcma insan. Nəysə. Hə, icma. Məsələn, bir dənə nümunə verirsən. Bax, burada gördüyünüz Redmi Note Pro, düzdürmü? Eyni parametrlərdə olan Samsung 1000 manat. Eyni parametr 1000 manat. Bu da ucuz. Bu cəmi mən buna qələmlə verib 600 manat vermişəm. Amma bu da tam ucuz deyil amma 200 manatlıqda almıram. Niyə? Keyfiyyətsiz. Çünki keyfiyyətsiz, bax mənə yaramayacaq, başa düşdünüz? Ortalama seçdi. Özümlə kim apardım? Şəxsiyyət. Şəxsiyyət kim apardım? Amma mən şəxsiyyətəmmi? Bəzən bəzən yox. Biz konkret deyə bilmərik biz hamısını. Çünki biz əslində hamısıyıq. Yaxud da sizə kitab nümunəsi verirəm. Mən bəzi adamlara pul satdım, siyasi kimi davrandım. Bəzi adamlara satmadım, ruhani kimi davrandım. Niyə satdım? Uşaq dedi ki, mən kitab nə eləməyəcəm? Qaytarmayacam, mən qaytara bilmirəm. Mən bunu satdım. Mən kitabdan tezi seçmirəm, başa düşdünüz? Bəzi adamlar üçün ruhani davrandım, başa düşdünüz? Yəni biz əslində bunların hamısıyıq. Cümləsi. Öz bu haqda fikirləşək. Çalışın bunu ən azı bir neçə bir sayı. Belə, video saxlaya bilərsiniz. Təşəkkürlər izlədiyiniz üçün.